Şimali Koreya lideri Kim Chen-ın ölkəsinin müdafiə sənayesində mühüm irəliləyişlərə nail olduğunu bildirib. O, bu barədə Xalqın Ali Məclisinin 13-cü sessiyasında çıxışı zamanı deyib. Kim Chen-ın vurğulayıb ki, Şimali Koreya artıq yeni gizli silah əldə edib və aparılan elmi tədqiqat işləri də ordunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Maraqlıdır, Şimali Koreya liderinin qeyd etdiyi yeni gizli silah nə ola bilər? Eyni zamanda Şimali Koreyanın silahlanması hərbi sənayesini daha da inkişaf etdirməsi hansı ölkələrə təhlükə yaradır? Silahlı qüvvələrin ehtiyatda olan polkovnik leytenantı, hərbi ekspert Elmar Hüseyn bu barədə Today Press TV-yə danışarkən bildirib ki, Kim Chen-ının son bəyanatı Pxenyanın hərbi texnoloji sahədə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Onun sözlərinə görə yeni silah sistemləri yüksək atmosfer qatlarından keçərək radar sistemlərindən yayma qabiliyyətinə malik olacaq. Ekspert hesab edir ki, yaxın 10 ildə Amerika Birləşmiş Ştatları və Şimali Koreya arasında toqquşma qaçılmaz olacaq və Şimali Koreya özünün müdafiə sistemini möhkəmləndirəcək. Dənizdən nüvə daşıyıcı sualtı gəmilər, eləcə də kreyserləri inşa etməklə Sakit Okeanda hegemonluğu həyata keçirməyə çalışacaq. Nicat Osman, Namiq Abbasov, Today Press TV.